Salam dostlar. Gəlin bugün 4-cü sinif kitabındakı Amazing Animals mətnini oxuyub tərcümə eləyək. Amazing Animals. Amazing heyrətamiz deməkdir. Yəni heyran edici. Animal heyvan. Animals heyvanlar. Heyrətamiz heyvanlar. Bats aren't birds, but they have wings and they can fly. Bat yarasa deməkdir. Bats yarasalar. Bird quş. Bats aren't birds. Yarasalar quşlar deyil. But they have wings. Wings dostlar qanadlar deməkdir. Wing qanad, wings qanadlar. Fly uçmaq. Amma onların qanadları var və uça bilirlər. They sleep upside down. Dostlar, upside down başı aşağı deməkdir. Dilimizdə yəqin ki, kəlləmayallıq sözünü eşitmisiniz. Onlar başı aşağı yatırlar. Sleep yatmaq. They don't sleep at night. At night gecə. Onlar gecə yatmırlar. They wake up at night and eat. Wake up oyanmaq deməkdir. Onlar gecə oyanırlar və yeyirlər. Eat yemək, hərəkət bildirir. They use their ears to find food. Use istifadə eləmək, ear qulaq, ears qulaqlar, to find tapmaq, food qida. Onlar qida tapmaq üçün qulaqlarından istifadə eləyirlər. Elephants are very big animals and they live in big families. Elephant fil, very çox, big böyük, animal yuxarıda dedik heyvan. Fillər çox böyük heyvanlardır və onlar böyük ailə şəklində yaşayırlar. Dostlar, in big families böyük ailələr şəklində deyəcəyik. Elephants can run very fast and they can swim too. Fillər çox sürətli qaça bilirlər və həmçinin üzə bilirlər. Run qaçmaq, swim üzmək. They can live to be 70 years old. Live yaşamaq. 70 years old 70 yaş. Onlar 70 yaşa qədər yaşaya bilirlər. Sloths like trees. Dostlar, sloth ərincək, sloths ərincəklər. Ərincəklər ağacları xoşlayırlar. They can climb trees, but they are very slow. Climb trees, ağaca dırmaşmaq, ağaca çıxmaq. Very, çox. Slow, yavaş, asta. Onlar ağaca dırmaşa bilirlər, amma onlar çox astadılar. Sloths can swim too. Ərincəklər həmçinin üzə də bilirlər. They have big arms. Dostlar, arm qol deməkdir. Onların böyük qolları var. Sloths can sleep for 20 hours in one day. Hour saat deməkdir. Sleep yatmaq in one day bir gündə. Ərincəklər bir gündə 20 saat yata bilirlər. Crocodiles have big mouths with many teeth. Mouth ağız, mouths ağızlar, many çox, teeth dişlər. Crocodile timsah. Crocodiles timsahlar. Timsahların çoxlu dişləri olan böyük ağızları olur. Ya da belə deyə bilərik. Timsahların böyük ağızları və çoxlu dişləri olur. They open their mouths when they're hot. Onlara isti olanda ağızlarını açırlar. Hot isti. Open açmaq. Mouth ağız. Then they can be cool. Ondan sonra onlar sərinləyə bilirlər. Can crocodiles run? Run qaçmaq. Timsahlar qaça bilirlər? Yes, they can. Hə, they can swim too. Onlar həmçinin üzə bilirlər. They swim with their tails. Dostlar, tail quyruq deməkdir. Onlar quyruqları ilə üzürlər. Some crocodiles can swim under the water for 2 hours. Bəzi timsahlar 2 saat suyun altında üzə bilirlər. Underwater, suyun altında. Necədir dostlar? Mətn xoşunuza gəldi? Fikirlərinizi kommentlərdə bildirərsiniz. Bye bye.